Salam uşaqlar, 31-ci sualın izahına baxırıq. Bizə deyir ki, kükürt 16 atomlu maksimum həyəcanlanmış halında neçə orbitalı elektron saxlayır? Kükürdün sıra nömrəsi 16-dır. Elektron formulunu yazıram. 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2, 3p üstü 4. Cəmi ilə də 16. Kükürt atomunun, deməli, birinci təbəqəsində bir orbital var, 2 elektron saxlayır. İkinci təbəqədə s-də 2 elektron var. 2p-də əvvəl elektron tək-tək yazırıq. 6 elektron var. Sonra 3s-də 2 elektron var. 3p-də də əvvəl tək-tək Hund qaydasına uyğun olaraq yazırıq. Deməli, 4 elektron var. Həyəcanlanma nəticəsində D-nin də 5 orbitalı var. Deməli, həyəcanlanma nəticəsində D-yə yaxın olan P elektronunun biri D təbəqəsinə gəlir. Bir dəfə həyəcanlandı burada. Yəni, həyəcanlanma üçün biz bilirik ki, 2 dənə şərt olmalıdır. Bir, cüt elektron olmalıdır, boş orbital olmalıdır. P-də neçə elektron qaldı? 3 dənə elektron qaldı. Bir də həyəcanlandıranda bu S-dəki elektronun biri gəlir D yarım səviyyəsinə. Yəni, S-də də 1 elektron qaldı. İndi baxaq görək, cəmi neçə orbitalda elektron var? 1, 2, 3 dənə bunlar. 5, 6, 7, 8, 9, 10, 11 dənə deyək ki, orbitalda elektron var. Cavab olur E variantı. Növbət suala baxırıq. 32-ci sual. Bizə verib molekul həcmi soruşur. İkincidə mol verib həcmi soruşur və üçüncüdə qram verir həcmi soruşur. Sonra ümumi həcmlərin cəmini soruşur. 3,1, 10 üstü 23 molekulun həcmi bilmirəm nə qədərdir. Amma bilirəm ki, 6,2, 10 üstü 23 molekul 22,4 litr həcm tutur. Biz buradan x-i tapsaq, məxrəcdə 6,2, 10 üstü 23, surətdə 3,1, 10 üstü 23, vıraq 22, 10,4. 23 ilə 23 ixtisar gedir. 6,2, 3,1, 3,1 ixtisar gedir. Bir dəfə, 2 dəfə bərabər olur 11,2. Deməli, birincini 11,2 litr tapdıq. İkinciyə baxırıq. 1 mol metan həcmi 22,4-dür. 1,5 mol metanın isə həcmi Y-dir. Y də bərabərdir 33,6 litr eləyir. Üçüncüyə baxırıq. Azotun burada qramın verir bizə, litri soruşur. 28 qram azotun litri 22,4 litrdir. Bəs 56 qram azot neçə litrdir? Bu da eləyir 44 tam, bunu z ilə işarə edək, 44,8. Deməli, 44,8, 33,6, 11,2. X üstə gələk Y, üstə gələk Z. Yəni, bu üçün toplasaq 89,6 edir. Cavab olur E variantı. 33-cü testə baxırıq. Deməli, bizə qrafik veribdir. Qrafikdə göstərilir ki, birinci birləşmə, yəni birinci qrafikə uyğun olaraq birləşmə X, 3, Y-dir. Biz birinci birləşməyə baxsaq, görürük ki, burada X-in, deməli, kütləsi, burada da aşağıda da, yəni X oxunda da Y-in kütləsi verilibdir. Yəni, biz birinci birləşmədən görürük ki, 3x-imiz 3-ə bərabərdir. Yəni, bura baxaraq deyirik. X-imiz isə 1-ə bərabərdir. Əgər bu birləşmədə x3 y-də y-ə diqqət eləsək, görərik ki, bir dənə y-imiz 2 qramdır. Bir dənə y-imiz 2 qramdır. İndi gəlirik ikinci birləşməyə. İkinci birləşməyə baxaq. İkinci birləşmədə y-imiz neçədir? 8.
Y-imizin 1-i 2-dirsə, 8-i də deməli 4 dənə Y-imiz var. X-ə baxsaq, görürük ki, X-imiz də 6-dır. Çünki X-imizin 1-i, bir dənə X-imiz 1 qramdır. 6 dənə X-imiz elə 6 qramdır. Əgər 6 ilə 2-ni də ixtisar aparsaq, X 3, Y 2 eləyir. Bu da olur cavab A variantı. Nəyə diqqət etmək lazımdır? Əvvəlcə qrafikə baxaq ki, nəyin nədən asıllıq qrafikidir? Verilən X-in qramıdır, aşağıda verilən də Y-in qramıdır. Bunlara əsasən formulu tərtib edirik. 34-cü suala baxırıq. Deməli, bizə verib oksigen. Bir də veribdir ozon. Biz bunların molunu bilmirik. Birinin molunu X yazaq, birinin də molunu Y yazaq. Sonra nə deyir? Qaz qarışığının kütləcə 60% ozon olarsa. Deməli, kütlə payı necə tapırıq? 60 bərabərdir. Ümumi kütləni məxrəcə yazıram. 32X. Bunu hardan aldım? X-i vururam. Oksigen kütləsi 32-dir ona görə. Üstə gələk. 3-ü vururam 16-ya. Y-ə də vuranda edir 48Y. Surətdə də nə yazıram? Axı bizə deyir ki, kütləcə ozon 60%-dir. Ozonun kütləsini yuxarı yazıram. 48Y vuraq 100. Burada deməli 0 ilə 0 ixtisar gedər. 6 ilə 48 gedər. Bu da 8 dəfə. Burada 10 da qalıb. Onda yazırıq 80Y bərabərdir 32X üstə gələk 48Y. 32X bərabərdir 32Y. Bunlar da ixtisar getsə X Y-ə bərabərdir. Bildik ki, X Y-ə bərabərdirsə oksigenin də molu X-dir. Ozonun da molu X-dir. İndi bizdən nə soruşur? Baxaq görək. Hansı molyar kütləyə malik olan qazı bu qarışığa əlavə etdikdə onun sıxlığı dəyişmir. Əvvəlcə bunun M ortasını tapım. Görün bunun M ortası nə qədərdir? M orta bərabərdir. Mollar neçədir? X-dir, bu da X-dir. Məxrəcə yazıram. X üstə gələ X olur 2X. Surətə nə yazıram? 32X üstə gələ 48X. Bunları da toplasaq, bir yadda, deməli 7 bödə yadda 8. 80X bölək 2X. X-lər ixtisar gedir. 80-i də 2-yə böləndə 40. Deməli, orta molyar kütlə nəyə bərabərdir? 40-a bərabərdir. Bizdən soruşur ki, hansı qazı bu qarışığa əlavə etdikdə onun sıxlığı dəyişmir. Deməli, 40 qramlıq qazı bu qazlara əlavə etsək, kütləsi dəyişməz. Cavab olur nə? E variantı.